Biz artıq qol saatı ilə zəng etmək, mənzilə girmədən çaydanı işə salmaq, səs gücləndiricilərə insan kimi sual vermək və sürücüsüz maşında səyahət etmək imkanına sahibik. Süni intellekt artıq uzun müddətdir ki, həyatımızın bir hissəsinə çevrilib. Məişət texnikası, cib qurğuları, kompüterlər və bir çox tibbi cihazlar, bunların hamısı müəyyən prosesləri yerinə yetirən robotlardır. Texnologiya nə qədər sürətlə inkişaf edirsə, insanlar bir o qədər çox düşünür ki, yaxın gələcəkdə süni intellekt hansı peşələri əvəz edə bilər. Yorulmayan, yatmağa, yeməyə ehtiyac duymayan, xəstələnməyən və şəxsi istəkləri olmayan robotlar demək olar ki, hər şeyə qadirdir. Hərçənd onlar süni varlıqdır, amma yenə də intellektə sahibdirlər. Məsələn, ChatGPT artıq öz tərtibatçılarını aldada bilir. Birləşmiş Ştatlarda keçirilən sorğuya əsasən Amerikalıların 52% iş yerlərinin süni intellektlə əvəz olunacağından narahatdır. Qeyd olunur ki, yaxın gələcəkdə ordu, istehsalat, pərakəndə satış, logistika və nəqliyyat xidmətləri, onlayn satış, məlumat analizi, maliyyə analitikləri, mətnlərin emalı və redaktəsi, müştəri dəstəyi, qrafik dizayn və mühasibatlıq sahələrində insanlar süni intellektlə əvəz oluna bilər.